Buradan Türkiye xalqına, Türkiyəyə başsağlığı verirəm. Bilirsiniz ki, bugün yük təyyarəsi, hansı ki, həm də Gəncədən qanatlanmışdı, havalanmışdı, necə deyərlər, Gürcüstan ərazisində qəzaya uğradı və indi baş verən demək hadisələr, həm də gələn xəbərlər onunla bağlıdır ki, bu yenə də təxribatdırmı, yoxsa doğrudan da qəzadırmı? Hər halda bununla bağlı çoxlu fikir müxtəlifliyi olacaq. Əlbəttə, biz də çalışacağıq ki, müəyyən şərhləri, təhlilləri, hətta lazım gələrsə, imkan olarsa, telefon zənglərini ev şəraitində də olsa sizinlə bölüşək. Çünki bilirsiniz ki, baş verən qəzada diqqət çəkən ən önəmli hadisə həm də ondan ibarətdir ki, həmin deməli heyət Azərbaycanda bizim paradda iştirak etmişdilər və dediyim kimi Gəncədən deməli o təyyarəyə minmişdilər, yük təyyarəsinə və onlar Gürcüstan ərazisində qəzaya uğrayıblar. Görüntülər dəhşətlidir. Müxtəlif versiyalar var. Təyyarə göydə iki yerə parçalanıb deyirlər. Nədən ola bilər sualları əlbəttə hər kəsi düşündürür. Çox dəhşətli bir hadisədir.